Yaxın oturun, əziz izləyicilər və veteranlar. Deməli, sizlər, əziz veteranlar, Forma 46, 83, 86 arayışları üçün dövlət rüsumundan azadsınız. Deyir ki, o nə deməkdir ümumiyyətlə? Bəzən biri yazır ki, mən səmimi belə danışıram və elə fikrimi çatdırıram ki, Gədəbəyin, ucqar bir, deyək ki, kəndlərdə olan bir müharibə veteranı ümumiyyətlə məni başa düşsün. Bu elmi dil idi və bunu heç kəs başa düşmədi. Forma 46, 83, 86 və digər. Bunu məcburam ki, mən hamının başa düşəcəyi dildə deyim ki, hamı başa düşsün. Ümumiyyətlə, Forma 46 qida və yaşayış sektorunda çalışanlar üçün verilən arayışdır. 83 sürücülük deməli vəsiqəsinin alınması üçündür. 86 da işə qəbul olanda öncə istənilən arayışdır. Bu qədər. Yəqin hər kəs məni başa düşdü və müharibə veteranları yalnız bunlardan azaddır.